Geranboydan gələn ailə buradadır, buradasınız. İndi mən istəyirəm sizdən soruşam. Bu xanımın iştirakı ilə biz bu məsələləri gündəmə gətirsək bir problem olmaz. Mikrofon götürək. Yəni, xanım verilişdə auditoriyamızda iştirak eləsə, siz onu gətirib oturmuşsunuz, yəni biz problem yaşamarıq. İstəmirsiniz? Yox, yəni ki, xanım otura bilər də yəni burada verilişdə. Problem olmaz. Aha, çox gözəl. Və indi siz qardaşısınız xanımın. Siz neçə uşaqsınız? Mikrofonu yaxın tutun. 2 bacı, 1 qardaşı. 2 bacı, 1 qardaşsınız. Xanımın neçə yaşı var? 24 yaşı var. Neçə? 24. 24 yaşı var. Ailəli olub xanım? Xeyr, subay. Ailəli olmayıb. Orta təhsil. Neçə yaşına qədər xanım normal həyat? 13 yaşına qədər normal oldu. 13 yaşından sonra bu epilepsiya deyilən bir əsmə, yəni qıcı olma deyirlər. Göz dil qatdalanmasıdır, sonra qolların yığılması, ayağın yığılması belə olub. Aha. Bu yaxınlardan bir 7 ayda belə bir 2 ayını, 3 ayını, 5 ayını belə deyək, yəni normal olmayıbdır. Yəni ağrısı olubdur. Onu özü ailəndə onları bilmir, yəni yadında qalmır həmən şeylər özündə. Yəni biraz baxmışsınız. Bəs niyə siz bu məsələni mistika ilə əlaqələndirirsiniz? Axı siz bizə müraciətinizdə başqa şey demişdiniz. Nəyə əsasən? Yəni orada baxmışsınız, mən göstərmişəm, indi orada bilirsiniz. Bəli, o videoya mən baxdım. Orada olduğu formada, yəni elə olur. Orada xanıma müxtəlif insanlar, din adamları, baxıcılar, kimlərsə nəsə söyləmək istəyir, neysə. Yəni siz belə düşünürsünüz ki, hansısa bir qüvvə bu qızı təsir. Özü də deyir ki, yəni gücün qabağına keçirəm, yəni televizyon qabağına kimsə məni deyir, tələmək istəyir, orada deyir, güzgə dəyəm, yıxılım, məsəl üçün. Bir dəqiqə üzr istəyirəm. Sonra deyir, məsəl üçün, gecə yatdığı yerdə və ya oturduğumuz yerdə hamımız oturub televizora baxırıq. Deyir, səni çağırırlar. Deyirəm qadam, bir işim çağırmır, yəni çağırmırsa mən də eşidirəm. Pisimlə deyir, cürə keçir gedir. Üstündən bir 10 dəqiqə keçir, yenə deyir kimsə səni çağırır. Durub çıxmaq istəyir, qoymadım. Yəni ondan sonra yenə başladı elə o formaya düşməyə. Sonradan yenə ayrıldı, yenə öz qaydasında bax elə. Qulinasa hadisələrdir bunlar. İndi yəni quşlar göyərçinlər var, amma bunun zəhmət olmasa Qalib müəllimə verək. Qalib müəllim, bu epilepsi xəstəsinə, yəni o aid olan bunlar əlamətlərdir. Məncə o xəstələrdə axı belə qara basmalar, nə bilim, belə şeylər olur. Olur. Epilepsiya xəstəliyində hər dəfə pristoп tutma zamanı beyin hüceyrələrindən bir hissəsi məhv olur. Və əgər bu tutmalar müalicə olunmursa, onun ruhi sferasında bəli dəyişikliklər baş verə bilir. Ruhi sferasında dəyişmələr, qallüsinasiyalar, qara basmalar və bu cür müəyyən şeylər ola bilər. Yəni deyirsiniz ki, bu normaldır, belə xəstələrdə bu... Bəli, belə xəstələrdə adətən əgər müalicə olunmursa, sonradan onun ruhi sferasında dəyişikliklər baş verir. Buyurun. Bir dəfə də elə olub, aynanın qabağında oturub barmağını kəsibdir, yəni o formada. Deyir, mənə kimsə də deyir ki, vur əlini aynaya. Buyur Həsən. Xanım ola bilər xəstəliyi var, amma xanımda, yəni, bilirsiniz necə, mən hiss edirəm hansısa bir qüvvənin ona gəlib təsir etdiyini. Şəxsən mən hiss edirəm, bir parapsixoloq olaraq, bir ekstrasensus olaraq sözümün arxasında dururam və mən hiss edirəm ki, xanıma hansısa bir qüvvə müdaxilə eləyir. Ola bilər xanım xəstədir. Məsələn, hansı? Mən adını çəkmək istəmirəm axı, bilirsiniz, efirdə icazə vermişsiniz bəzən bu adları çəkməyə. Niyə, nə deyəcəksiniz? Ya deyəcəksiniz, cin müdaxilə eləyir, ya deyəcəksiniz şeytanda. Bundan başqa yolu yoxdur ki. Yəni, xanımın gözlərinə baxanda artıq bu qüvvə görsənir. Siz bunu görürsünüz. Bu sadəcə ruhi sferada olan bir insanın baxışlarıdır, orada pozğunluq olan insanın baxışlarıdır və mən hesab edirəm ki, müalicə lazımdır. Özü də ciddi müalicə lazımdır. Elgiz müəllim, çox üzr istəyirəm. Anazim iynəsi, siz təsəvvür verin, bu adamı yatsırmır elə olanda. Renalim iynəsi yatsırmır. Amma bir dənə Quran surəsi onu yatsızdıra bilər, düzdür? Bir Quran surəsi onu yatsızdıra bilər. Bir dənə Quran surəsi, Yusuf surəsi gələndə ən çox, yəni deyir, belə üzr istəyirəm o sözümə görə deyir, insan zübbəsi deyir, ölüsündən deyir, canımızı qutardı. Dirisindən canımızı qutardı, indi ölüsü deyir başladı. Yəni belə bir şeylər, yəni özünü hiss eləmir də o yanından sonra bu adamın ucurları. Yox, bir dəqiqə çox üzr istəyirəm. İndi mən düz başa düşdüm. Demək, siz deyirsiniz ki, adını çəkdiyiniz o preparat çox güclü, yuxu gətirici bir preparatdır. Əslində onu çox ağır xəstələrə vururlar. Ümumiyyətlə, epilepsiyanın bir sıra növləri var. Hətta elə epilepsiya var, bu yaxında mənə xəstə gəlib ki, gündə 4-5 dəfə bunda qəhqəhə ilə gülmək tutması baş verir. Bu da epilepsiyanın növlərindən biridir. O xatırlamırsa, tutmanın növlərindən biridir o. Bir dəqiqə dayanın. Xahiş edirəm, mənim sualıma cavab verin. O məsələdən başlayaq. Siz dediniz ki, indi
Aha, siz indi bildirdiniz ki bu qız o dərmanları qəbul edir, yata iynə bilmir. vuruldu. Amma Quran surəsini oxuyanda Bəli, o qız sakitləşir və yatır. Elgizmən, bu birinci Elə bir qüvvə ondan yox bu olur. birinci faktdır. Yəni bu birinci fakt artıq ki, Düzdür, təsdiqlənir ki, bu burada iynə- hansı qüvvə olduğunu. Yəni niyə görə Quran surəsi, yəni o boyda ağır iynə təsir etmir. Qurban oldum Allaha. Bir dənə o Quran surəsi gələn kimi qız Bir dənə də söz sakitləşir. deyim müəllim, olarmı? Çox maraqlı. Bu ən strəsin namaz qılanda belə olubdur. Namaz qılanda dəsmadan sol tərəfinə yıxılıb həmişə. Aha. Artıq məlumdur Qazinin yəni. yanına gedir, deyir məni çağırırlar. Ondan birisi iynə vurulandan yatmayıb dizim üstünə. Ürəyimdə Allahu Əkbər oxumuşam başının üstündə, sağ əlimi qoyub üstünə. Bunu heç mən bölümdəki heç ağzımı açılmasa bu da işin bilməzdən danışıram. Əlini götürüb başının üstünə ki oxuma gələn nə oxuyursan. Hə, götürüb ki oxuma. Hə. Yəni bunu indi Mən üzr istəyirəm, Elgiz bəy. Buyurun, Müdaxilə eləmək istəyirəm. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Qardaş bayaqdan danışır və mən bayaq kadr arxası da xanımı gördüm kənardan və baxırıq ki, xanımın gözləri, bəbəkləri baxırsınız normal baxmır. İndi bizim Bəli, təbii ki, həkim görünür. qardaşımız da yəqin təyin elədi. Yəni onun həm sinirləri yerində deyil, həm göz bəbəkləri normal baxmır, dik baxır. Bax içində qəzəb var. Baxın onun fikirlərinə əks fikir söylənən kimi içərisində bir qəzəb, istehza yaranır. Baxın ona. Və mən hardasa Həsən qardaşımın fikirlərindən razılaşıram həmin o cin şeytan məsələsi ilə bağlı. Çünki həqiqətən də oxşuyur həmin o hallara. Bax görürsüz qardaş da bayaq dedi ki, Quran surələri oxunduğu halda onda rahatlıq olur. Bir məsələni də toxunum ki, bilirsiniz İstər xəstə olsun, istər hər hansı bir mistik təsirlərə məruz qalmış insan olsun. Əgər o insan o haldan çıxmaq istəmirsə, arzulamırsa və xəstədirsə, sağalmaq istəmirsə, sağalacağına inanmırsa əgər heç vaxt ona hər hansı bir yolla kömək eləmək mümkünatı yoxdur. Mütləq o inanmalıdır ki, o sağalacaq. İndi qızımız inanır ki, sağalacaq. Özündən soruşaq. Siz inanırsınız ki, sağalacaqsınız. İnan var. Onda böyük formada inamsızlıq var. Hə? Necə? İnanmırsınız ki, sağalacaqsınız? Yox. Niyə qızım? Bir dəqiqə deyəm. Cinlərini qaldırmışıq Elgiz müəllim. Hə? Jon cinlərini biz oyatmışıq. Elgiz müəllim, bir O burada çox istənir, özünü deyir. Burada hücum da eləyə bilər bizə. Yo, siz Allah, Elgiz belə müəllim, şeylər olar deyil. Elgiz müəllim, bizə gəlmə. Baxdan Həsən bəyə də müşahidə aparıram, xanıma da. Həsən bəyin hərəkətlərinə xanım çox pis qıcıqlandırıcı hərəkətlər, reaksiya verir. Həsən neyinir ki bəyəm? Mən Həsən bəyə də müşahidə altında saxlayıram, xanımı da. Xanım Həsən bəyin hərəkətlərinə çox aqressiv reaksiya verir. Mən hətta burada oturmağa qorxuram. Yəni onun cinlərini oyatdım mən. Bəli, Onu oyatdım. xanımın cinlərini oyadıbdı. Xanımın içərisində hal-hazırda Bir cin dəqiqə var. xahiş edirəm, bir Çox dəqiqə. üzr istəyirəm. Biz reklamlara ayrılırıq Sabir müəllim. Reklamlara ayrılırıq. Reklamlardan sonra söhbətimizi davam etdirərik. Vallahi mən həyatımda belə şeylər görməmişdim və bu Gəlin əyləşin, xahiş edirəm. Çox çətindir. Təbii ki, vallahi mən dəhşətə gəlmişəm. Buyurun, danışmaq istəyirsiniz? Mən bizi də sözümü deyim Elgiz. Təbii ki, Sabir müəllim, deyərsiniz görə qardaşı nə deyir? özü yaxşı olubdur. Sən mən qardaş, bu 3 ay bunu cinhəriyik, bax bu formada olub. 2 ayın gecə gündüz yatmamışıq. Bir ayın sonra bizlə bağışıb, deyə əməllə gəlmişəm. Durdu, ayın 5-i dedi, çıxaracam dedi, əməli çıxardacam dedi. Qapımda üzrüstə bir itin də var idi. Dedi, əməli itə salacam, it ölsə bacın sağalacaq. Həmən günə ayın 5-i yox, 6-sı it öldü. İt öləndən sonra da bu gəldi, dedi ki, mən indi gedirəm, namaz qılmalıyam, müsəlman olmaq istəyirəm sənin şərəfindən. Namaz qıldı, Quran kitabını öpdü, əlhəmdülillah elədi, dedi, surə də var, tapşırdım, bu surəni qoysan, qızlar nə yapıyor, problem olsa, çağırarsan, gələrəm. Amma qızın özü bilməsin bunları, yaddaşından da siləcəm bu 3 ayı, ki, yaddaşının işini qalmasın.
3 ay bu yaddaşından sildi. Qız özü oyandı, özünə gələndə dəli kimi dedi, 3 gün dəli kimi olacaq. Qız dedi, heç kimi tanıya bilməyəcək. 3 gündən sonra düzələcəkdi. 3 gündən sonra düzəldi. Bunu kim dedi sizə? Özü deyirdi. Özü deyirdi. Aha. Aha. Adına kimi dedi, yaşına kimi dedi, duasını da verdi, getdi ki, bu duanı qoyarsan mən gələcəm. Onu dedim, bir ara bir psixolog yanına da apardım, bir ara uşaq kimi hərəkətlər başladı eləməyə bu 10 gün müddət ərzində. Dəli kimi bir hərəkətlər, əlini soru deyildi belə. Apardım psixolog yanına, dedi parapsixoloqla belə psixoloq xəstəlikdir, analizin iynə verdilər, sonra çiklador verdilər, dərman verdim, təsir eləmədi. Mikrofona danışın, qardaş. Heç biri yatırmadı. Sonra mən onu Allah Əkbər edib əlimi qoyanda elə, bildim ki, bunun içində biri də var. Sonra onu çağırdım, o da dedi ki, mənim bu bacımdır, əkizimdir, dedi güya. Dedi, mənim əkizimdir, məni axtar. Biz müsəlman olanda dedi, bizi axtarıb dedi, öldürmək istəyirlər. İndi bunu dəqiq siz bilərsiniz, indi hansıdır yəni. Həsən, xahiş edirəm, şey eləməm, saxlayaq çünki bu efirdə olan bir şey deyil. Bir dəqiqə, nədən qorxuram? Bu efirdə olan bir şey deyil. İndi bir məsələ var, Həsən, xahiş edirəm. Hə? Hə, çox təsir edir. Həsən, buyurun, Sabir müəllim. Bu xanımda epilepsiyanın bir növüdür. Epilepsiya olanda qardaş, bir dəqiqə. Sabir müəllim, Epilepsiya olanda, epilepsiya olanda 13 yaşından gəlmişəm, 13 yaşından da bu bunun mən görmüşəm, bir dəqiqə. Dində Mən sağ çox görmüşəm, bir dəqiqə. Epilepsiya olanda qardaş, şuuraltı qüvvələr parçalanır. Müəllim, məndə niyə parçalanır? Mən dində heç bilmirəm, can kimdir, mən onu bilmirəm. Epilepsiya, Egizməm, onun sifətini bilmirəm. Qızın sifətinə baxın. Şuuraltı qüvvələr parçalanır və həmin vaxt cin də gələ bilər, şeytan da gələ bilər. Hal-hazırda yəni mənfi qüvvədir onda. Gözün ağzından görülməz. Mənfi qüvvədir. Ancaq hansısa bir səbəb lazımdır. Səbəb nədən baş verir? Səbəbi bu törədir. Əməllə gəlibdir, gələndə Sara xəstəliyi törədir. Sara xəstəliyini bizim dildə... Əməl gəlib, mırdalanıb qardaş, o onun təsirinə düşüb və çox şey, hər şey efirdə danışmamaya geçsin, mən sizə başa salarım. Üzr istəyirəm, bir dəqiqən, qardaş, nə əməl, nə bir şey. Bu epilepsiya belə olmur. Bəli, Elgiz müəllim, siz düz deyirsiniz. Fakt, hal-hazırda bizim gördüyümüz bir şey epilepsiya tutması deyildir. Bəli, bu sadəcə olaraq Hipokrat andı var. Hər hansı bir xəstənin diaqnozunu, temboli belə, xüsusilə də belə populyar bir verilişdə səsləndirmək olmaz. Siz həkimdən və psixiatrdan möhkəm yapışın və onun müalicəsini eləyin. Onda psixoloji problemlər var. Bu ruh, bəli, kənardan vahim görünür. Kənardan bu sahə ilə məşğul olmayan insanlar üçün dəhşət yaradır. Hətta mən gördüm, burada insanlar necə vəziyyətə düşdülər. Amma sadəcə olaraq Pavlov bunu deyirdi, qabıqaltı düyünlərin vəhşiliyi adlandırırdı bunu. Sadəcə olaraq şuuraltı mərkəzlərin, beyin qabığında olan tormozlanma nəticəsində hərdən belə bir tutmalar olur insanda. Daha doğrusu xəstələr də insanda yox. Bu təbii ki, epilepsiya deyil. Bizim gördüyümüz bir şey epilepsiya deyil. Çox qeyri-adi bir şey. Sadəcə olaraq burada atmosfer, burada ruhi gərginlik, istərsəməz efirdir, burada gərginlik yaranır. Eyni zamanda onun elədiyi psixi təsirlər, Həsən... Mən heç bir təsir eləmədim, xanım oturmuşdu, sadəcə baxırdım. Orada oturan xanımı çağırın, danışsın zəhmət olmasa. Yox, mən gələndən belədir, gizlin-gizlindir. Sadəcə belədir, içəridə orada ərəb dilində bəmləsə söz yazılıb. Amma gənc qızdır, cavan qızdır, onun gələcəyi var, belə xəstələri müalicə eləmək mümkündür. Sadəcə olaraq tibbin köməklə mümkündür. İndi mən sizə deyim. Qardaş, ən ağır yuxu dərmanlarını vurursunuz da o xanıma. Ən ağır. Relanium. Əvvəla, relanium yuxu dərmanı deyil, relanium trankvilizatordur. Vurmadıqları, saymadığı dərman qalmadı. İndi mən sizə... Hamısını gəlmişik dərmanlardır. Yəni bu dərman atıb təsir eləmir, sağlatmır. Bir xəstəni, mən deyim sizə, bu birinci dəfə deyil, sadəcə bu formada mən görməmişdim. Bir dənə söz deyim sizə, işdən gələndə dedilər ki, yıxılıbdır, alnı yerə dəyib pola. Axşam belə olanda, 2 gün bundan qabaq, axşam belə olanda bu formaya düşəndə tutmuşuq, danışıram, deyir, gördüm bacını nətər yıxdın deyir. Peçə yıxar gedim deyir, prosu, alnı dəysin yansın. Bəli. Hafif deyir, tez keçib peşdən deyir, yerə dəyib. Bu insanları hansısa bir kənar qüvvə idarə edir. İndi mən sizə deyim. Bunlarda dində var ki, beynini idarə edirlər.